Uşaqlar, bugün biz hidrogen, oksigen və su yeni test toplusu, yeni deyəndə əslində yeni nəşrdir bu. 2025-ci ilin nəşri birinci hissədən birinci suala baxırıq. Deməli, səhifəsini də yazıram uşaqlar. Baxın, səhifə 225. Birinci sual nədir? Hansı qazı havadan almaq olmaz? Havada A bəndində azot qazı almaq olar. Ona görə ki, azot havanın həcmcə 78%-ni təşkil edir. Havada bu qaz var. B bəndində oksigen qazını almaq olar. Həcmcə havanın 21%-ni təşkil edir. Almaq olar. Karbon qazı yazıb C bəndində. Karbon qazı CO2. Karbon qazının adı nədir? Karbon 4 oksid, karbon dioksid və bir də karbon qazı. Havada 0,3, %4% karbon qazı var. Bu nə oksididir? Turşu oksidi, karbonatın anhidrididir. Havadan almaq olar. Hidrogen almaq olmaz havadan uşaqlar. D bəndində hidrogen havada olmayan qazdır. Havadan hidrogen qazını almaq olmaz. Olmaz deyirsə əgər, cavab nə bənd oldu? D bəndi. Təsirsiz qaz, bəli. G bəndində təsirsiz qazlar var ki, onları havadan almaq olar. Təsirsiz qazlar, havada 5 də təsirsiz qaz var. Helium, neon, argon, kripton, bir də ksenon. Radonu süni yolla alırlar. Havada 5 dənə nəcib qaz var. Bu nəcib qazları havadan almaq olar. Almaq olmaz hidrogen qazın. Cavab oldu D bəndi. İkinci sual. İkinci sual deyir ki, bütün hidroksidlərin tərkibində, hidroksid deyəndə OH qrupunu yazırıq. Hidroksidlərin tərkibində daxil olan element, hidroksid qrupunun tərkibinə daxil olan element oksigenin hidrogen elementidir. A bəndində kalium yazıb burada. Bu daxil deyil. B bəndində hidrogen yazıb. Bəli. Hidrogen hidroksid qrupunun tərkibinə daxildir. Hidroksid qrupu valenti neçədir? 1. Rom rəqəminə. Amma yükü neçə 1-dir? -1. Baxın, hidroksid OH qrupun valenti 1-dir, yükü -1-dir. Onun tərkibinə daxil olan 2 də element var. Hidrogen və oksigen elementi. Cavab B bəndidir. C bəndində kalsium yazıb. Kalsium orada yoxdur. Hidroksid qrupunda natrium, qələvi torpaq metal, natrium qələvi metaldır. D bəndində yazıb. E bəndində də ki, alüminium, amfoter xassəli metal yazıb. Keçirik 3-cü suala. Üçüncü sualda nə deyir uşaqlar? Hansı reaksiyadan alınan qaz naməlum bir qazdır? Oksigendən 16 dəfə yüngüldür. Deməli, naməlum qazın molar kütləsi oksigenin necə kütləsindən? Molar kütləsindən 16 dəfə yüngül deyirsə 1 bölmək 16 yazırıq. 16 dəfə yüngüldür. Bilmirik hansı qazdır bu. X-la işarə edilir. Həmin qazın deməli, hansı reaksiyadan alınan qaz oksigen qazından 16 dəfə yüngül deyəndə 1 bölmək 16 yazırıq. Naməlum qazın molar kütləsi X-dır. Oksigenin molar kütləsi 16-yı vurdu 2-yə 32. O da bərabərdir 1 bölmək 16-ya. Buradan da bu ixtisar getdi 2-yə. X də bərabərdir. Həmin qazın molar kütləsi 2-yə bərabərdir. Naməlum qazın molar kütləsi 2-dir. Molar kütləsi 2 olan qaz hansı qazdır uşaqlar? Sözsüz ki, bu hidrogen qazıdır. Ən yüngül qazdır və hidrogen qazı həqiqətən də oksigen qazından hidrogenin molar kütləsi 2 qram bölünsün moldur. Oksigen əmiri 16 vur 2-yə 32 qram bölünsün moldur. Və 2 32-dən 16 dəfə yüngüldür. Bəs oksigen hidrogendən 16 dəfə ağırdır. Hidrogen oksigenden isə deməli, oksigen qazı hidrogendən 16 dəfə ağırdır. Hidrogen isə oksigendən 16 dəfə yüngüldür. Çünki 2-ni 16-ya 32-yə böləndə nə qədər oldu? 1 bölmək 16. 1 bölmək 16 o demək ki, hidrogen yüngüldür. Neçə dəfə yüngüldür? 16 dəfə yüngüldür. Hansı reaksiyadan alınan qaz oksigendən 16 dəfə yüngüldür? Deməli, biz aldığımız reaksiyadan alınan qaz hidrogen qazı olmalıdır. A bəndi nə yazıb? A bəndi yazıb sink, piluz, nitrat. Diqqətinizi bura yönəldirsiniz uşaqlar. Nitratın nə durusu, nə qatısı metalla reaksiya girib. Baxın, qırmızı ilə göstərim. Nitrat dursun, nə durusu, nə qatısı metalla reaksiya girib hidrogen verməz. Verməz, hidrogen verməz. Reaksiya gedəcək, amma nə verməyəcək? Hidrogen verməz.
Sonra indi amma bu reaksiyaların cavablarını yazacağım sizə uşaqlar. Sonra nə yazıb burada? İkinci B bəndində yazıb burada yenə də sink, amfoter metaldır, piluz, qatı sulfatla 3 dənə turşu, biz hidrogen dərsini keçəndə dedik ki, 3 dənə turşu, nitratın durusu və qatısı, sulfatın bir də qatısı, hidrogenlə metallarla reaksiya girib. Baxın, sulfat turşusunun yenə də qatısı. Qırmızı ilə qeyd edək ki, baxın, yadda qalsın. Sulfat turşusunun qatısı metalla reaksiya girib, hidrogen verməz. Reaksiya gedir, amma hidrogen qazı alına bilməz. Və buradan belə bir nəticə çıxır ki, 3 dənə turşu metallarla reaksiyada hidrogen vermir. Nitratın durusu metalla reaksiya girir, amma hidrogen vermir. Nitratın qatısı metalla reaksiya girir, amma nə qazı vermir? Hidrogen verməz. Və bir də sulfat turşusunun qatısı metallarla reaksiya girib, hidrogen verməz. Bu 3 turşu pilus metalla reaksiya girib, heç vaxtı ardıca yazırıq hidrogen verməz. Reaksiya getməyinə gedir, amma nə verməz orada? Hidrogen verməz. Neçə dənə turşu? Nitrat durusu, nitratın qatısı və sulfatın qatısı metallarla reaksiya girib, heç vaxtı nə qazı verməz? Hidrogen qazı verməz. Və orada reaksiya getməyinə gedir. Amma nə qazı çıxmır? Hidrogen qazı çıxmaz. Keçirik C bəndinə. Bəli, C bəndində dəmir orta aktivli metaldır. Duru sulfatla reaksiya girir. Duru sulfat metalların şərti fəallıq sırasında hidrogenə qədər yerləşən metallarla reaksiya girir. Dəmir duru sulfatla özünü 2 valentdə aparır. Metalla turşu qalığı birləşir. SO4-ün valenti 2-dir. Alınan maddənin adı nə oldu? Dəmir. Dəmirdən sonra neçə yazırıq? 2 sulfat. Duz əmələ gəlir və ən yüngül qaz nə qazı çıxır? Hidrogen. Bu reaksiya əvəz olunma reaksiyasıdır. Hətta hidrogeni bu yolla harda almaq olar? Laboratoriyada almaq olar. Sol tərəf hansı tərəfə bərabərdir? Sağ tərəfə bərabərdir. SO4 qrup halında bir dənə. Dəmir 1 mol atom, 1 mol atom, hidrogen 2 mol atom, 2 mol atom. Metalların şərti fəallığı hansı idi uşaqlar? Litium, kalium, kalsium, natrium. Bunlar aktiv metallardır. Bu şərti fəallıq sırasıdır. Orta aktiv metallar magnezium, alüminium, mangan, sink, xrom, dəmir, nikel, qalay, qurğuşun, hidrogenə qədər yerləşən metallar aktiv və necə aktiv metallardır? Bunlar aktivdir. Baxın, bunlar hansı metallardır? Aktiv metallar. Aktiv metallar budur uşaqlar. Bunlar isə magneziumdan düz hidrogenə qədər, hidrogen qeyri-metaldır. Yerləşən metallar orta aktivli metallardır. Bu metallar, yəni metalların şərti fəallıq sırasında hidrogenə qədər yerləşən metallar. Baxın, hidrogen qeyri nədir burada? Metal. Bu metallar duru sulfatla reaksiya girir. Hansı metallar? Hidrogenə qədər yerləşən metallar duru sulfatla reaksiya girir. Duz verir. Duz nə deməkdir? Metalla nə qalığı birləşir? Turşu qalığı və hidrogen əmələ gəlir. Hidrogen qazı. Hidrogenden sonra gələn metalların, baxın, hidrogenden sonra gələn metallar hansı metallar idi? Artıq metalların şərti fəallıq sırasında hidrogenden sonra gələn koprium, hidrargium, argentium, platin, aurium, yəni mis, çivə, gümüş, platin, qızıl, osmium və iridium. Bunlar hidrogenden sonra gələn metallardır. Duru sulfatın bu metallarla reaksiyası yoxdur. Bu metalların, hidrogenden sonra gələn metalların duru sulfat ilə reaksiyası yoxdur. Duru sulfat metalların şərti fəallıq sırasında yalnız hara qədər yerləşən? Hidrogenə qədər yerləşən metallarla reaksiya girir, duz və nə qazı verir? Hidrogen qazı. Ona görə də cavab nə bəndə olacaq? Dəmir necə aktivli metaldır? Orta aktiv metaldır, baxın. Hidrogenden əvvəl gəlir. Hidrogenden əvvəl gələn metallar hansılardır? Aktiv və orta aktivli metallar. Dəmir buradadır. Baxın, dəmir duru sulfatla reaksiya girir. Və təkrar yazıram. Dəmir duru sulfatla özün 2 valentdə aparır. Dəmir 2 sulfat əmələ gəlir. Və plus ən yüngül qaz hidrogen qazı əmələ gəlir. Hidrogen.
Dəmir 2 sulfat duzlar sinifinə aiddir. Hidrogen. Əvəz nə reaksiyasıdır bu? Olunma reaksiyasıdır. Duru sulfatdakı hidrogen dəmirlə əvəz olunur. Dəmir 2, dəmirdən sonra valentin deyirlər sulfat. Orta və necə duz? Normal duz və ən yüngül qaz hidrogen qazı əmələ gəlir ki, o qaz da oksigendən 16 dəfə yüngüldür. Cavab oldu C bəndi. Digər bəndləri biz yazırıq yenə də. Misin nitratın qatısı ilə reaksiyası. Az əvvəl dedik ki, biz nitratın nə qatısı, nə durusu metallarla reaksiya girib hidrogen verməz. Yəni mis qatı nitratla girib hidrogen vermir. Hidrogenden sonra gələn 3 metal koprium, hidrargium və argentium. Bu 3 metal nitratın qatısı ilə reaksiya daxil olur. Qatı nitratla reaksiya daxil olanda duz verir. Yəni duz nə deməkdir? Metalla nə qalığı birləşir? Turşu qalığı və azot 4 oksidi çıxır. Azot dioksid, qonur qaz. Axırda da nə molekulu verir? Su molekulu. Mis indi qatı nitratla girəndə reaksiya mis 2 nitrat. Mis 2 deyəndə misin valenti 2-dir. NO3-ün valenti 1-dir. Bu 2 bura gəldi. Mis 2 nitrat. Plus azot 4 oksidi, qonur qaz və bir də su molekulu verir. Təkrar deyirəm 3 metal idi. Hansı metallar? Koprium, hidrargium və argentium. Bunlar nitratın durusu ilə də reaksiya girir, qatısı ilə də. Nitratın durusu ilə reaksiya girsə, nə verir oradan? Duz çıxır və plus, diqqətlə fikir verin, durusu ilə reaksiya girəndə plus NO, azot neçə oksidi? 2 oksidi, azot monoksid, duz əmələ gətirməyən oksid və sonunda bir də nə molekulu çıxır? Su molekulu. Bu sxemi əzbərdən bilməlisiniz. Qatısı ilə reaksiya girsə, 3 metal nitratın qatısı ilə reaksiya girsə, duz verir. Plus azot neçə oksidi verəcək orada? 4 oksidi. Hər dəfə deyəcək buna. Azot 4 oksid. Azot 4. Azotdan sonra adım valentin oksid. Azot qeyri-metaldır, dioksid və trivial adı necə qaz verir? Qonur qaz, turşu oksididir. Plus bir də nə molekulu çıxır? Su. Fikir verin, bu 3 dənə metal, hidrogenden sonra gələn metal nitratın durusu ilə də girir, qatısı ilə də. Amma heç vaxt nə qazı vermir? Hidrogen vermir. Buradan alınan oksid duz əmələ gətirməyən oksiddir. Amma buradan alınan oksid azot 4 oksidi, azot dioksid, dioksid deyəndə oksigen indeksində 2, trivial adı qonur qaz, zəhərli qazdır. Nitrat və nitritin anhidrididir uşaqlar. Neçədə turşuya uyğun gəlir? 2 dənə. Sonra gəlirik misin Y bəndində yaz. Mis plus sulfatın qatısı ilə. Az əvvəl dedik ki, biz sulfat turşusunun 3 də turşu metalla reaksiya girib hidrogen vermir. Onlardan da biri qatı sulfat metalla girəcək, amma hidrogen vermir. Yenə də koprium, hidrargium və argentium. Bu 3 metal, hidrogenden sonra gələn 3 metal sulfatın qatısı ilə reaksiya girir. Və bu sxemləri əzbərdən bilməlisiniz uşaqlar. Duz verəcək. Duzdan sonra kükürt 4. Kükürdün papağına bir də 4 yazırsınız. Valenti 4 oksid, kükürt, dioksid, kəskin iyili kükürt qazı və plus nə molekulu verir? Su molekulu. İndi reaksiyanı tamamlayırıq. Metalla nə qalığı birləşir? Turşu qalığı. Mis 2 sulfat əmələ gəlir. Duzun adı nədir uşaqlar? Mis. Misdən sonra neçə yazırıq? 2 sulfat və plus kükürt 4 oksid, kükürt dioksid, kəskin iyili kükürt qazı, turşu oksididir və sonunda bir də su molekulu əmələ gəlir. Kükürt bir dənə burada, bir dənə burada. Bura bir 2 yazırıq. 2 yazdı. Kükürt 2 dənə. Hidrogen 4 dənədir. Son qarşısına da bir 2 yazırıq. Sol hara bərabərdir? 2-ni baxın vurduq 4-ə. Oksigeni tapmaq üçün. 8 oksigen soldadır. 4 dənə buradadır. 2 də burada. 6. 2 də burada. 8 ilə sol tərəf hansı tərəfə bərabərdir? Sağ tərəfə bərabər. Deməli, uşaqlar 3-cü sualın cavabı hansı reaksiyadan alınan qaz oksigenindən 16 dəfə yüngüldür. Alınan qaz hidrogen oldu. O da C bəndində oldu. Dəmirin nə ilə reaksiyasından? Duru sulfatla reaksiyasından dəmir 2 sulfat plus hidrogen qazı çıxdı. Alınan qaz
hidrogen oldu orada. Dördüncü suala baxırıq. Dördüncü sualda deyir qapalı qabdır. Qabın içərisində hidrogen və oksigendən ibarət qarışıq var. Bir dənə qapalı qab var. Yəni qab açıq deyil. İçərisində 640 ml qaz var. Hidrogen, qapalı qabda hidrogen və oksigenden ibarət olan qarışıq 640 ml qarışığı 640 ml qarışıqda baş verən reaksiyadan sonra qapalı qabda deməli məsələ belədir uşaqlar. Qapalı qabda hidrogen və oksigenden ibarət 640 ml qarışıqda normal şəraitdə qarışıqda baş verən reaksiyadan sonra, yəni bu qarışıqda baş verən reaksiyadan sonra 64 ml hidrogen artıq qalıb. Reaksiya girməyib. İlkin qaz qarışığında, yəni burada oksigenin neçə millilitr olub? Neçə millilitr oksigen olub? Artıq qalan hidrogen isə, onda hidrogen həm reaksiyaya daxil olub, həm də artıq qalıb. Deməli, qapalı qabda 640 ml qazın ikisi bir arada. 64'ü artıq qalıb. 640'dan 64 artıq qalanı çıxırıq, reaksiya daxil olanı tapırıq. Baxın, ümumi qazdan artıq qalanı çıxandan sonra biz tapırıq ki, 576 ml qaz qarışığı reaksiya daxil olub. Reaksiya daxil olub. Reaksiya neyinib? Qısa yazırıq. Daxil olub. Deməli, daxil olan qaz hansı qazdır reaksiya? Qapalı qabın içərisində nə gedib? Qabın içərisində hidrogen, oksigenlə reaksiya girib. Temperaturda ilkin qarışıq nə adlanır? Guruldayıcı qaz. 2 həcm hidrogen və 1 həcm oksigendən ibarət olan qarışıq. İkisi bir arada nə qədər reaksiya girib? 576 ml reaksiya daxil olub. Ona görə ki, 640 ml idi. 640 ml nə qədəsə artıq qalıb? 64 artıq qalıb. İlkin qazdan artıq qalan qazı çıxandan sonra sərf olunan qazı tapdıq. Reaksiya daxil olub nə qədər? 576 ml. 576'nın neçə x-i hidrogendir? 2x hidrogenin payına düşür. X isə oksigenin. Çünki reaksiya daxil olan qaz qarışığının həcmi 2'nin neçə olan nisbətdir? 1'ə. Bu neçə x götürür? Bunda x götürür. Cəmləyəndə 3x bərabərdir reaksiya daxil olan qaz. Yəni reaksiya daxil olan qazın 2 hissəsi hidrogende 1 hissəsi də oksigenin payına düşür. 2x plus x 3x bərabərdir 576'ya. X də bərabərdir 576'nı bölürük 3'ə. O da bərabərdir 192 milli. Və oksigen tam sərf olunub. Oksigen necə sərf olunub? Tam sərf olunub. Bizə deyir ki, ilkin qarışıqda olan oksigeni tap. İlkin qarışıqdakı oksigen hamısı reaksiya girib və oksigen nə qədər reaksiya girib? X milli. Və x millinin qiyməti də 192 millilitr reaksiya daxil olub. Elə cavab neçə millilitr oldu? 192 millilitr. O tam sərf olunub. Əgər hidrogeni soruşsaydı, o zaman onun x, 2x'i nə olunardı? Hidrogeni soruşsaydı, 2x'i sərf olunardı. Plus 64'ü də nə qalabdı? Artıq ilkin əvvəlki qarışıqda, ilkin qaz qarışığındakı hidrogeni soruşsaydı, ilkin qazdakı, yəni ilkin qaz qarışığındakı hidrogeni soruşanda onun 2x'i sərf olunub, 64 millilitr də artıq qalıb. O zaman yazardı 2 vurmaq 192 sərf olunandır, plus 64 də artıq qalandı və bunları cəmləyəndə ilkin qaz qarışığındakı hidrogeni verirdi. Aydındır. Bizdən soruşur ki, ilkin qaz qarışığında nə qədər oksigen olub? Cavab neçə oldu? 192 millilitr, o da C-bəndir. Deməli, 4-cü məsələnin də cavabı oldu uşaqlar. 192 milli oksigen ilkin qaz qarışıqda olub. O da necə sərf olunub? Tam sərf olunub. Tam sərf olunub. Yəni tamamilə reaksiya daxil olub. Növbəti sual 5-ci sualdır. 5-ci sualda hansı bəsit maddə gələvi məhlula qarşılıqlı təsirindən hidrogen ayrılır? 1. Alüminium. Gələvi məhluluna reaksiya girir.
Alüminium qələvi məhluluna reaksiya daxil olur. Amfoter xassəli metaldır alüminium və bu reaksiyanı əzbərdən bilməlisiniz. Qələvi məhluluna reaksiya gedir. Necə şəraitdə? Adi şəraitdə duz verir. Natrium, metaluminat deyəndə alüminium o ki nə qalığıdır? Turşu qalığı. Metaluminat turşusu neçə əsaslı turşudur? Bir əsaslı. Natrium valenti 1-dir. Natrium metaluminat və plus ən yüngül qaz nə qazı verir? Hidrogen. Bu yolla hidrogeni harda almaq olar? Laboratoriyada. Əmsallaşdıranda bu əzbərətdirmişdim. 2, 2, 2, 2. Axırda bir dənə neçə verirsiniz? 3. Hətta qısa yolla demişdim ki, sizə uşaqlar 1 mol alüminiumdan ayrılan qələvi məhluluna reaksiyasından, yəni nə məhluluna? Qələvi məhluluna reaksiyasına ayrılan hidrogen çevirmə kimi yazsın. 1 mol alüminiumdan, bu reaksiya deyil, üstə gəlmə nöqtə, nöqtə, 3 nöqtə yazdım, nöqtə, nöqtə, yəni çevirmə yazdım. 1 mol alüminiumdan alınan hidrogen, alüminium valentin yarısı qədərdir. 3-ün yarısı 3'ü bölü 2 o da bərabərdir. Neçə onda 5 mol alınır? 1 onda 5 mol nə alınır orada? Hidrogen ayrılır. 1 onda 5 mol hidrogen qazı ayrıldı. 1 mol alüminiumdan ayrılan hidrogen onun valentin nəyə qədərdir? Yarısı qədər. 3'ü bölü 2'ye o da 1 onda 5 mol hidrogen ayrılır. Birinci reaksiyadan hidrogen alınır. İkinci reaksiyada yazıb orada silisium. Silisium qeyri-metaldır. Bir atomlu bəklərə aiddir. Silisium qələvi məhluluna reaksiyası, bəli, qeyri-metallardan yalnız silisium qələvi məhluluna reaksiya girəndə hidrogen verir. Yəni bir dənə silisium qələvi ilə reaksiya girən qeyri-metallar var, amma sonunda hidrogen verən yalnız nədir orada? Silisium. Silisium qələvi məhluluna reaksiya girib natrium nə verəcək orada? Metasilikatın duzu. Metasilikat turşusu 2 əsas. Baxın metasilikat turşusu necə idi? H2, silisium, O3. 2 əsaslı turşudur. Metasilikat turşusu. Turşunun adı neydi? Metasilikat turşusu duzu verir. 2 əsaslı turşunun duzu, natrium metasilikat və plus nə qazı verir? Hidrogen. Bu yolla hidrogeni harda almaq olar? Laboratoriyada. Metasilikat turşusu yeganə turşudur ki, bu həlməşiyə bənzər çöküntüdür. Bişməmiş yumurtanın ağına oxşayır. Qalan bütün turşular suda həll olur. Bir də metasilikat turşusu həlməşiyə bənzər çöküntüdür. Silisium O3 nə qalığıdır? Turşu qalığı. 2 əsaslıdır. 2 gəldi natrium indeksinə. İndi natrium 2 mol, bura bir neçə verir? 2. Hidrogenə baxın 2 dənə burada. Bu 2 həm natriuma, həm oksigenə, həm də hidrogenə aiddir. 2 dənə hidrogen burada, 2 də burada. Baxın bu 2 vurduğumun indeksinə 2 dənə, 2 də burada. 4 dənə. Bura bir neçə yazır? 2. 2 2-yə vuranda neçə eləyir? 4. Oksigenə baxın 2 dənə burada, bir də burada. Neçə də eləyir? 3 dənə. Burada bir 3. Silisium 1 mol atom, burada da 1 mol atom. Deməli təkrarən deyirəm, silisium İkinci reaksiya silisium bir atomlu, bir də təkrar edirəm, bərkdir. Qələvi məhluluna reaksiya girir. Silisium qeyri metaldır. Qələvi yeyici natrium qələvisi və ya kaustik soda məhluluna reaksiya girir. Bu reaksiya adi şəraitdə gedir. Cavabına baxın, natrium metasilikat deyəndə silisium O3 nə qalığıdır? Turşu qalığı. 2 əsaslı turşunun duzu, natrium, metasilikat və plus hidrogen. Yox, su yox. Hidrogeni bu yolla harda almaq olar? Laboratoriyada. Natrium 2 dənə, bura bir 2 yazır o. Bu 2 həm natriuma aiddir, həm oksigenə, həm hidrogenə. Baxın 2 vurduq hidrogen indeksinə, 2 də burada, 2 də burada. 4 dənə, bura bir 2 yazır o. 2 2-yə vuranda 4. Oksigen 2 dənə burada, bir dənə də burada 3 dənə. Natrium metasilikat, bir də hidrogen alınır. Və buradan qısa yolu sizə izah eləyə bilərəm ki, uşaqlar, silisiumun qələvi məhluluna reaksiyası, çevirmə yazsam, qələvi məhluluna reaksiyasına alınan hidrogen qaz alınır, plus duz çıxacaq, 3 nöqtə qoyuram. 1 mol silisiumdan ayrılan hidrogen, silisium özün neçə valentdə aparır orada? 4 valentdir. 4'ün yarısı neçə mol əmələ gəlir? 2 mol. Yəni 4'ün valentin nəyə qədər? Yarısı qədər. Yarısı yəni 4'ü 2'yə böləndə 2 mol hidrogen qazı çıxır. 1 mol silisiumdan ayrılan hidrogen 2 mol hidrogen olur. Qələvin nədə məhluluna reaksiya gedir? Suda məhlullə. Birinci və ikinci reaksiyadan
hidrogen ayrılır. Hansı bəsit maddələr? Bəsit maddələr deyəndə biz nə yazırıq uşaqlar? Hansı bəsit maddələr deyəndə bəzi bəsit maddələr, bəzi bəsit maddələr deyəndə biz nəyi nəzərdə tuturuq? 3 dənə metal, alüminium, sink, bir də berilyum. Bəzi bəsit maddələr, yəni 3 amfoter xassəli nələrdir? Xassəli me nə deməkdir? Metal və bir dənə qeyri-metal, silisium, bu qeyri nədir? Metal. 3 dənə amfoter xassəli metal və bir dənə silisium, bəzi bəsit maddələr, plus, qələvi məhluluna reaksiya girir, qələvi məhlulu ilə reaksiya girir və duz çıxır, sonunda bir də plus nə qazı çıxacaq? Hidrogen. Bu yolla hidrogeni harda almaq olar? Laboratoriyada almaq olar. Deməli 3 metal, bir də qeyri-metalın qələvi məhluluna reaksiyasından sonunda nə qaz ayrılır? Hidrogen. İndi 3-də nə yazıb burada? Xlordur. Xlor da qeyri-metaldır. Amma xlorun qələvi ilə reaksiyasından hidrogen əmələ gəlmir. Xlorun qələvi ilə 2 cür reaksiyası var. Soyuq qələvi və isti qələvi. Xlor qələvilərlə neçə cür reaksiyası var? Qələvi məhluluna 2 cür reaksiyası var. Bir dənə qələvi yazıram özündən. Yeyici kalium qələvisi. İsti qələvi ilə. İsti və bir də soyuq qələvi. 2 dənə duz verir. Oksigensiz turşunun duzunu verir. Kalium xlorid. Oksigenli turşulardan hipoxloritin duzunu verir. Hipoxlorid deyəndə xlor o nə qalığıdır? Turşu qalığı. Kalium hipoxlorid duz verir. Hipoxlorit sonu itlə qutarır və bir dənə molekulu verir. Su. 2 dənə duz əmələ gəlir. Xloridin duzu, kalium, hipoxloritin duzu və bir də su. İsti qələvi ilə reaksiya girəndə yenə də oksigensiz turşunun duzu, kalium, xloridin duzu. Xlor burada nə qalıqıdır? Turşu qalığı. Kalium, xloratın duzu deyəndə xlor O3 nə qalıqıdır? Turşu qalığı. Kalium metaldır, xlor O3 nə qalıqıdır? Turşu qalığı. Turşunun əsaslığını bildirən hidrogen eyni metalla əvəz olunub. Kalium xloratın duzu və bir də su molekulu əmələ gəlir. Beləliklə, xlorun qələvi ilə neçə cür reaksiyası var? 2 cür. Xlor qazı 2 cür qələvi ilə reaksiyası var. Biri isti qələvidir, soyuq qələvi. Soyuq qələvi deyəndə necə şəraitdə getdi? Adi şəraitdə və plus bir də isti qələvi ilə reaksiya girir, temperaturda, isti vəziyyətdə. İstidə də, soyuqda da hidrogen çıxmır. Hər ikisində 2 dənə duz çıxır. Oksigensiz turşunun duzu, bunda da yenə oksigensiz turşunun duzu, kalium xlorid turşu qalığıdır, oksigensiz turşunun duzu. Fərqli nədir? Oksigenli turşuların duzları fərqli olur. Soyuq olanda, baxın, fərqi nədədir? Kalium, hipoxloritin duzu çıxır. Baxın, hipoxlorit deyəndə xlor o nə qalığıdır? Turşu qalığı, bir əsaslı turşunun duzudur. Adı nədir? Kalium hipoxlorit. İsti olanda isə kalium xlorat turşusunun duzu əmələ gəlir. Kalium xloratın duzu, xlor O3 nə qalığıdır? Turşu qalığı və eyni olan yenə də hər ikisində sonunda su molekulu, yenə də burada nə molekulu ayrılır? Su. Su eynidir, kalium oksigensiz turşuların duzu eynidir. Fərqli olan nədir? Birində kalium hipoxloritin duzu çıxır soyuqda, amma istidə isə kalium nəyin duzu çıxır? Xloratın duzu. Və heç birində hidrogen ayrılmır. Dördüncü nədir bu? Bu üçüncü reaksiyadır. Dördüncüdə kükürt verib. Kükürt qeyri nədir? Metaldır. O qələvi ilə, ya natrium OH ya kalium OH ilə qızdırdıqda reaksiya girir. 2 dənə duz verir. Adi şəraitdə yox, qızdırdıqda gedir. Qızdırdıqda natrium sulfidin duzu verir. İdin duzu, sulfid oksigensiz turşunun nə idi bu? Duzu. Və natrium ardıca sulfitin duzu. Sulfid deyəndə SO3 nə qalığıdır? Turşu qalığı, 2 əsaslı turşunun duzu və plus da su çıxır orada. Burada yer darlığı olduğuna görə yenə təkrar yazıram. Kükürt plus qələvi ilə reaksiya girir. İsti qələvi ilə reaksiya girəndə 2 dənə duz verəcək. Oksigensiz turşunun duzu. Oksigensiz turşu nədir? Sulfidin duzu. İd, S nə qalığıdır burada? Turşu qalığı. 2 əsaslı turşunun necə duzu verəcək? Normal duzu. Sonra sulfitin duzu. Bu sulfidin id turşusunun
sulfit turşusu, bir de sulfit itin duzu verəcək. SO3. Bu turşunun adı nədir? Sulfit it turşusunun duzu. Natrium. SO3 nə qalığıdır? Turşu qalığı. Natrium sulfitin duzu və bir də su molekulu. İdin duzu, itin duzu, natrium sulfitin duzu və su. Oksigensiz turşunun duzu, oksigenli turşunun duzu, normal duz və su çıxır. Hidrogen ayrılar 1 ilə neçədən? 2-dən. Cavab 1 ilə 2 D bəndi oldu. 5-ci sualın cavabı D bəndidir 1-də və 2-də. Deməli, birinci maddə alüminium idi ki, qələvin suda məhluluna reaksiyasına hidrogen ayrılır. İkinci maddə silisium qələvin suda məhluluna. Burada natrium metaluminat hidrogen, buradan da natrium metasilikat hidrogen. Üçüncü xlor qələvi ilə 2 cür reaksiyası var. İsti və soyuq heç birində hidrogen ayrılmır. 2 duz verir. Oksigensiz turşunun duzu, oksigenli turşunun duzu və su molekulu. Eyni zamanda dördüncü kükürt qələvi ilə reaksiya girməyinə girir, amma sonunda nə qazı vermir? Hidrogen vermir. Orada da isti qələvi ilə reaksiya girir, soyuğuna yox. Bunun qələvi ilə bir cür reaksiyası var idi. O da isti qələvi ilə reaksiya girir temperaturda. Oksigensiz turşunun duzu, natrium sulfidin, idin duzu, natrium sulfit turşusunun duzu və sonunda nə molekulu verir? Su molekulu. 1 ilə 2 cavab D bəndi. Keçirik 6-cı suala. 6-cı sualda hansı maddələr hidrogenlə reaksiya daxil olmur? Birinci A bəndi. Daxil olmur deyir. Alüminium verir, bir də metan. Alüminium aktiv olmayan metalların heç birinin hidrogenlə reaksiyası yoxdur. Metandakı alkanda alkanların hidrogenlə reaksiyası yoxdur. Elə cavab nə bəndidir? A bəndi. Deməli, alüminium aktiv olmayan metaldır. Hansı metallar hidrogenlə reaksiya girir? Qələvi və qələvi torpaq metal. Aktiv olmayan metalın hidrogenlə bilavasitə reaksiyası yoxdur. Alüminiumun hidridi var. Alüminium hidridi var. Necə yollarla alınır? Dolay yollarla alınır. Bu budur. H3 tipli uçucu olmayan hidritdir. Aqreqat halı necədir? Bərk. Uçucu olmayan hidritdir və alüminium hidridi var, amma necə yollarla alınır? Dolay yollarla alınır. Gəldik ki, metan alkanların homoloji sırasının ilk nümayəndəsidir və metan alkan olduğuna görə heç bir alkan hidrogenləşmir. Cavab oldu A bəndi. B bəndi niyə görə atırıq? Oksigen hidrogenlə reaksiyası var. İlkin qarışıqla adlanır guruldayıcı qaz. Amma heç bir qeyri-üzvi turşu, sulfat qeyri-üzvi kimya aiddir. Plus hidrogenlə reaksiyası yoxdur. Baxın, oksigen plus hidrogenlə reaksiyası yanma reaksiyasıdır. Yanma tək nədə gedir? Temperaturda H2O əmələ gəlir. Oksigen 2 dənə, burada 1 dənə, bura 1, 2. Hidrogen 4 dənədir, bura 1, 2. 2 həcm hidrogen və 1 həcm oksigenden ibarət olan qarışığın adı nədir? Guruldayıcı qaz, su əmələ gəlir. Amma heç bir qeyri-üzvi turşu, sulfat turşusu qeyri-üzvi turşu, onun hidrogenlə reaksiyası yoxdur. Sonra C bəndini yazıram uşaqlar. C bəndində mis 2 oksid, qara rəqli oksiddir. Misin adın valenti 2 və nə kəlməsin deyirik? Oksid kəlməsi. Mis 2 oksid necə oksiddir bu? Əsasi oksid. Bu əsasi oksiddir. Metalın valenti mis metaldır. Ümumiyyətlə mis metalının valenti uşaqlar 1 və 2-dir. Təkrar edilir. Misin valenti 1 olsa da yaratdığı oksid əsasi oksiddir. 2 də olsa yaratdığı oksid əsasi oksiddir. Aktiv olmayan metalların əsasi oksidi hidrogenlə reaksiya girir. Hansı metalların oksidləri aktiv olmayan metal oksidləri hidrogenlə reaksiyası zamanı H2O əmələ gəlir, su çıxır və plus bir də mis çıxacaq. Bu hidrogenotermiya üsulu ilə misin alınmasıdır. Baxın, hidrogenotermiya üsulu nə deməkdir? Hidrogenotermiya. Hidrogenotermiya nə deməkdir? Hidrogen bəzi metalları oksidi içərisindən bəzi metal oksidlərinə reaksiya girir. Hansı metalların aktiv olmayan, hansı metallarla aktiv olmayan
metallar, aktiv olmayan meylərin oksidləri ilə reaksiya girir. Hidrogenatermiya sulu ilə qızdırdıqda hidrogenlə oksigen birləşir, H2O və mis ayrılır. Əvəz nə reaksiyasıdır bu? Olunma reaksiyası. Hidrogen qazdır, mis 2 oksidi, metal oksidi bəkdir. Bərk maddə ilə qaz arasında gedən heterogen əvəz olunma, nə edirlər ona reaksiyası? Əvəz olunma reaksiyası nə deməkdir? Baxın, bəsit maddə mürəkkəb maddə ilə reaksiya girir. Mürəkkəb maddənin içərisindəki elementlərdən biri mis nə ilə əvəz olunur? Hidrogenlə əvəz olunur. Bəsit və mürəkkəb maddə ilə girir. Mürəkkəb maddənin tərkibindəki elementlərdən biri bəsit ilə əvəz olunur. H2O bir də mis əmələ gəlir. Əvəz nə reaksiyasıdır? Olunma reaksiyası. Hidrogen 2 dənə, 2 dənə, oksigen 1 dənə, 1 dənə, mis 1 dənə, 1 dənə. Heterogen əvəz olunma reaksiyasıdır. Baxın, hidrogen bəzi metalları oksidi içərisindən sıxışdırıb çıxarır. Bəzi deyəndə hansı metalları çıxara bilər? Aktiv olmayan metalı çıxarır. Bu misin alınmasıdır, metalın alınmasıdır. Hansı üsulla alınır? Hidrogenotermiya nə deməkdir? Temperatur var. Hidrogenatermiya üsulu ilə metalın alınması və həmin bənddə C bəndində C2H4 var. Bu maddənin adı nədir? Alkendir. Alkenlərin homoloji sırasından ilk nümayəndəsi eten və ya nə deyirlər ona? Tarixi adı nədir? Etilen. Alkenlər hansı düstura uyğun gəlir? Sen, H2 və alken hidrogenləşir. Doymamış karbohidrogendir. 2 dənə karbonu var idi. 2 qat rabitə. 1, 2, H2, bir də H2. Yəni yığcam şəkildə tərkibi necə yazırıq? Quruluşudur. Tərkibi necə yazırıq? C2H4 plus bir dənə pi-ni doydurmaq üçün 1 mol hidrogen lazımdır. Baxın, pi rabitəsi neçə dənədir? 1 dənə, bu sigmadır. 1 mol hidrogenləşir temperatur və katalizatorda. C2 4-ün üstə 2 gələndə H6 etana çevrilir. Nəyə çevrildi? Etan alkanların homoloji sırasına ikinci nə idi? Nümayəndəsidir. Yəni biz qrafik formulunu çəksək, eten, N-dir bu. Və ya tarixi adı etilen, eten 2 qat rabitə var, hidrogenləşir. Temperatur və katalizatorda həmin reaksiyanı bir də təkrar. Pi qırıldı, biri bura, biri bura birləşir. 2-də hidrogenin biri bura, biri bura birləşir. Olur CH3, CH2 idi, bir də hidrogen birləşdi. CH3, tək qat rabitə CH3. Etan əmələ gəlir. Yəni bunun tərkibini yazmışam. C2H6. Sonra burada D bəndində nə yazıb? Bütün bəndləri analiz edirəm. D bəndində dəmir 3 oksidi yazır. Dəmir 3 oksidi amfoter oksiddir. Amfoter oksid hidrogenlə reaksiyaya daxil olur. Aktiv olmayan metal oksiddir. Dəmir 3 oksidinin adı nədir? Hematit və ya qırmızı dəmir daşı. Dəmir neçə oksiddir bu? 3 oksid. Dəmir neçə oksid oldu? 3 oksid. Amfoter oksiddir. Amfoter nədir? Oksid. O hidrogenlə reaksiya girir. Hidrogen bəzi metalları, yəni aktiv olmayan metaldır. Dəmir nə qələvi metaldır, nə də qələvi torpaq metal deyil. Sudan sıxışdırıb çıxarır. H2O və dəmir əmələ gəlir. Bu hidrogenatermiya sulu ilə nəyin alınmasıdır? Dəmirin alınmasıdır. Metalın neyinəməsi? Alınmasıdır. Oksigen 3 dənə. Bura bir 3 yazıram. Hidrogen 6 dənədir. Bura bir 3. Dəmir 2 dənə. Bura bir 2. Yenidən yaza bilərəm bu reaksiyanı. Deməli, D bəndində nə yazıb? Dəmir 3 oksidi. Hidrogenlə reaksiya daxil olur. Karbon da hidrogenlə reaksiya daxil olur. Dəmir 3 oksidi, amfoter oksiddir. Aktiv olmayan metal oksiddir. Hidrogenlə reaksiya girir qızdırıldıqda H2O və dəmiri çıxarır. Hidrogen aktiv olmayan metalları reduksiya edib sıxışdırıb çıxarır. Oksigen 3 dənə, burada 1 dənə, bura bir 3. Hidrogen 6 dənədir, bura bir 3. Dəmir 2 dənə, 2 dənə. Bəsit və mürəkkəb maddə arasında gedir. Qazdır, bu da bərkdir. Metal oksidi bəkdir, bu da qazdır. Heterogen nə reaksiyasıdır? Əvəz olunma reaksiyası. Mürəkkəb maddənin içərisindəki element dəmir hidrogenlə nə olunur? Əvəz olunur. Eyni zamanda karbonun hidrogenlə reaksiyası temperaturda gedir. CH4 nə qazı çıxır? Metan qazı. Yəni ikisi də reaksiya daxil olur. Y bəndində nə verib uşaqlar? Y bəndində isə, orada Y bəndində yazıb C2H2 etin, inlərə aiddir. Etin və ya başqa adı nə deyirlər? Asetilen.
etin veya asetilin 3 qat rabitə var. O hidrogenləşir. Eyni zamanda natrium aktiv metal hidrogenlə reaksiyaya girir. İkisi də girir. Etin veya asetilin 1, 2, 3, bir də hidrogenlə birləşib. 1, 2, 3, 4-cü valenti hidrogenlə birləşib. Onu doydurmaq üçün 1 mola 1 mol da ola bilər. Pinin neçəsi qırılır? 1-i. Hidrogenləşmə temperatur və nədə gedir? Katalizatorda. Pi qırıldı hidrogenin biri birinci karbona, biri də ikinci karbona birləşir. Olur CH2, 2 qat rabitə CH2. Eten əmələ gəlir. Eten, başqa adı nə deyirlər ona? Etilin. Eten beynəlxalq addır, etilin isə tarixi adıdır. Və yaxud da etini tam doymuş hala gətirmək üçün, etin daha doğrusu, etin inlərə aiddir asetilin. C2H2 etin və asetilin tam doymuş hala gətirmək üçün P2-də deyil, 2 dənə hidrogen lazımdır. Hidrogenləşir, temperatur və nədə gedir? Pi qırıldı, biri bura, biri bura. İkisi bura birləşəcək, 4 atom deyil. Pilərin ikisi də qırılır. Bax, ikisi bura birləşir, ikisi də bura birləşəcək. Olacaq, ikisi bura birləşəndə CH idi, 2 də birləşəcək. CH3, tək qat rabitə CH3, etan əmələ gəlir. Etan alkanların homoloji sırasının ikinci nümayəndəsidir. Və aktiv metallar qələvi və qələvi torpaq metallar hidrogenlə bilavasitə reaksiyaya girir. Hansı metallar hidrogenlə reaksiyaya daxil ola bilər? Qələvi və qələvi torpaq metallar aktiv metalın hidridi əmələ gəlir. Natrium hidrid. Bu da RH tipli uçucu olmayan hidriddir. Deməli, burada hansı daxil olmur deyəndə cavabı biz müəyyən etmişdik ki, A bəndində alüminium daxil olmadı hidrogenlə reaksiya. Alüminium aktiv olmayan metaldır. Amfoter xassəli metaldır. Hidrogenlə reaksiyası yoxdur. Alüminium hidrid olsa da bu 3'dür, bu da 1'dir. RH3 tipli uçucu olmayan hidriddir. Yəni metal hidridlərin aqreqat halı bəkdir. Necə yollarla alınır? Dolayı. Və bir də həmin bənddə metan idi. Metan da alkandır. Alkan hidrogenləşmir. Daxil olunur A bəndi. Keçdik 7-ci suala. 7-ci sualda deyir hansı maddə müəyyən şəraitdə hidrogenlə reaksiya daxil olur. A bəndində oksigen daxil olur, su verir. Amma fosfor hidrogenlə reaksiyası yoxdur. 2 dənə qeyri-metal, bir silisiumun hidrogenlə bilavasitə reaksiyası yoxdur. Bir də fosforun hidrogenlə bilavasitə reaksiyası yoxdur. Qeyri-metallardan ikisi. Silan qazı var, silisium H4, RH4 tipli necə hidriddir? Uçucu hidrid. 4-cü qrupun A yarım qrupu RH4 tipli necə hidrid verir? Uçucu hidrid. Bu qeyri-metalın nə idi? Hidridi. Amma dolay yollarla alınır. Silan qazı havada öz-özünə alışıb yanan qazdır. Silan qazı zəhərlidir və dolay yollarla alınır. Eyni zamanda fosfor hidrogenlə RH3 tipli, budur, H3 tipli uçucu hidrid əmələ gətirir. Fosfin qazı. Bu da necə yollarla alınır? Dolayı yollarla alınır. Çünki fosforun bilavasitə hidrogenlə reaksiyası yoxdur. Qazın adı nə qazıdır? Fosfin qazı. Deməli, 2 dənə qaz havada öz-özünə alışıb yanan 2 qaz var. Bir, silan qazı havada öz-özünə alışıb yanan zəhərli qazdır. Silan qazı. Və bir də dolay yollarla alınır. Yəni silisium hidrogenlə reaksiyası yoxdur. Birbaşa belə bir reaksiya yoxdur. RH4 tipli uçucu hidriddir. Bir də fosfin qazı havada öz-özünə alışıb yanan fosfin zəhərli qazdır. İkisi də zəhərli qazdır. Bu da RH3 tipli uçucu hidriddir. Fosforun hidrogenlə bilavasitə reaksiyası yoxdur. Dolay yollarla alınır. Bu 2 dənə qaz havada öz-özünə alışıb yanan qazlardır. Deməli, daxil olur deyəndə oksigen A bəndində daxil oldu. Oksigenin hidrogenlə reaksiyası yanma reaksiyasıdır. O yanğına kömək edən qaz oksigendir. Hidrogen yananda su əmələ gəlir. İlkin qarışıq nə adlanır? Guruldayıcı qaz. 2 həcm hidrogen və oksigen qarşısında heç nə yoxsa 1 həcm oksigen. 2 həcm niyə görədir? 2 molumuz 2 vurmaq 22,4 litr hidrogen var burada. 1 mol oksigen də o da 22,4 litrdir. Onsuz da ixtisar gedir. Birin neçə olan həcm nisbətdir? 2. 2 həcm hidrogen və 1 həcm oksigenden ibarət olan qarışığın adı nədir? Guruldayıcı qaz. Və fosfor həmin bənddə
bilavasitə hidrogenlə reaksiyası olmadığından onu götürmək olmaz. Biri daxil olur, biri isə olmur. Bizə deyir ikisi də daxil olsun. İkisi də daxil olmaq üçün B bəndidir. B bəndi oksigəndə daxil olur və dəmir 3 oksidi amfoter oksiddir. Dəmir 3 oksid. Metal oksidlərini adlandıranda di-mono-tri sözlərindən istifadə edilmir. Dəmirin adını yazırıq. Sonra valenti 3 və bir də nə gəlməsin? Oksid gəlməsin. Metalın valenti 3 və 4-cüsü o necə oksiddir? Amfoter oksid, dəmir 3 oksidi. Oksigen hidrogenlə reaksiyası var. Temperatur H2O ilkin qarışığına adlanır. Guruldayıcı qaz. Eyni zamanda hidrogen dəmir 3 oksidinə reaksiya girir. Hidrogenotermiya üsulu ilə, yəni hidrogen bəzi metalları, yəni hansı metalları? Aktiv olmayan metalı oksidi içərisindən sıxışdırıb çıxarır. Hidrogenlə oksigen birləşir, su dəmiri çıxarır. Bu hidrogenotermiya üsulu ilə, yəni hidrogenotermiya nə deməkdir? Temperatur üsulu ilə dəmirin alınmasıdır. Hansı metalları almaq olar? Aktiv olmayan. Aktiv metalları qələvi və qələvi torpaq metalların oksidini, məsələn natrium oksidini hidrogenotermiya üsulu ilə natriumu almaq olmaz. Natrium oksid necə oksiddir? Əsasi oksid. Aktiv metalların əsası oksid. Buradan natrium almaq mümkün nədir? Deyil. Və yaxud da kalsium oksidi. Aktiv metal oksiddir. Bunun adı nədir? Kalsium oksidi. Hidrogenotermiya üsulu ilə kalsiumu almaq olmaz. Hidrogen, su, bir də dəmir çıxır. Bura bir 2, oksigen 3-dədir, bura bir 3, 6 da hidrogendir, bura bir 3. Sol hara bərabərdir? Sağa bərabər. Dəmir 3 oksidi hidrogenlə reaksiya girəndə H2O bir də dəmir əmələ gəlir. Hidrogenotermiya üsulu ilə dəmirin alınmasıdır. Sonra keçirik C bəndinə. C bəndində nədir burada? Azot plus hidrogenlə reaksiyası. Nədə gedir bu? Temperatur, təzyiq və katalizatorda amoniak əmələ gəlir. Amoniak kəskinliyi necə qazdır? Boğucu qazdır. İkisi də daxil olur, hələ B bəndidir. Azotun hidrogenlə reaksiyası var. Həmin bənddə metan verib. Metanın hidrogenlə reaksiyası yoxdur. Metan alkandır. İndi hidrogen 2 dənə, burada 3 dənə. Azot 2 dənə, burada 1 dənə. Bura bir 2 yazırıq. 2-yi 3-ə vuranda 6 də hidrogeni 2-yə böləndə 3. Deməli, bu amoniakın harada sintezidir? Sənayedə sintezi. Sintez niyə deyilir? Daha sadə maddələrdən, bəsit maddə. Hidrogen də bəsit maddədir, azot da bəsit maddədir. Daha sadə maddələrdən mürəkkəb maddələrin alınmasına nə deyilir? Sintez deyilir. Metanın hidrogenlə reaksiyası yoxdur. Sonra D bəndində nə yazıb orada? D bəndində fosfor var və bir də amoniak. Heç birinin hidrogenlə reaksiyası yoxdur. Nə fosforun hidrogenlə bilavasitə reaksiyası yoxdur. Fosfin qazı dolayı yollarla alınır. Nə də amoniakın plus hidrogenlə reaksiyası yoxdur. Y bəndində isə nə yazıb orada? Y bəndində yazıb uşaqlar xlorid turşusu, qeyri-üzvi turşular, xlorid turşusu, xlorid, oksigensiz turşu və mis 2 oksidi. Mis 2 deyəndə misin valenti 2-dir. Mis 2 oksidi. Heç bir qeyri-üzvi turşu, heç bir qeyri-üzvi turşunun hidrogenlə reaksiyası yoxdur. Bu üzvi turşu deyil uşaqlar, qeyri-üzvi turşudur. Üzvi turşularda karboksil qrupu var. Üzvi turşuların da hamısı yox. Doymamış üzvi turşular hidrogenləşə bilər. Amma doymuşlar yox. Bax, heç bir qeyri-üzvi turşunun hidrogenlə reaksiyası yoxdur. Üzvi turşulardan da hansılar hidrogenlə reaksiyaya girə bilər? Doymamış üzvi turşular. Bu daxil olmadı. Amma mis 2 oksidi hidrogenlə reaksiya gedir. Hidrogen bəzi metalı, yəni misi sıxışdırıb çıxaracaq. H2O verəcək və bir də mis verəcək. Hansı metalları çıxara bilər? Aktiv olmayan metalları hidrogenotermiya üsulu ilə metal oksidi içərisindən sıxışdırıb hidrogen bəzi metalları, yəni aktiv olmayan metalları oksidindən reduksiya edib sıxışdırıb çıxarır. Bu bəsit və mürəkkəb maddə arasında gedən əvəz nə reaksiyasıdır? Olunma reaksiyasıdır ki, burada mis nə ilə əvəz olunur? Hidrogenlə əvəz olunur. Deməli, hansı bənd oldu? Daxil olur deyəndə B bəndidir. B bəndində oksigen hidrogenlə reaksiyaya daxil oldu və dəmir 3
oksid hidrogenlə reaksiyaya daxil olub dəmir, bir də su əmələ gəldi. Bir də təkrar edirəm, B bəndində hidrogen oksigenlə reaksiya girdi. Temperaturda yanma reaksiyasıdır. Yanğına kömək edən qaz hansı qazdır? Oksigen. Su əmələ gəlir. Oksigen 2 dənə, burada 1 dənə, bura 1, 2 veririk. Hidrogen 4 dənə, bura 1, 2 veririk. Eyni zamanda dəmir 3 oksidi hidrogenlə reaksiya girir. Hidrogena termiya üsulu ilə H2O və dəmir əmələ gəlir. Hansı metalları almaq olar? Aktiv olmayan. Oksigen 3 dənə, burada 1 dənə, bura 3. Hidrogen 6, 2-yə böləndə 3. Dəmir 2 dənə, burada bir də 2. Əvəz nə reaksiyasıdır? Olunma. Yuxarıdakı reaksiya isə bu isə birləşmə, bu isə əvəz olunmadır. İkisi də daxil olur. Bu neçənci sual idi? 7-ci sualın cavabı B bəndi. 7-nin cavabı B bəndi. Keçirik 8-ci suala. 8-ci sualda hansı metal oksidini hidrogenlə reduksiya etməklə almaq olmaz. Metal oksidini hidrogenlə reduksiya etməklə metalı almaq olmaz. Hansı metal oksidini hidrogenlə reduksiya etməklə o metalı almaq olmaz? Qələvi və qələvi torpaq metalları. Yəni, başqa sözlə düşük, aktiv metalları almaq olmaz. A bəndində sink yazıb, sinki almaq olar. Çünki sink aktiv metal deyil. B bəndində dəmiri yazıb, dəmiri almaq olar. Sonra D bəndində wolfram yazıb, wolfram almaq olar. Y bəndində mis yazıb, misi almaq olar. Almaq olmaz deyəndə C bəndi natrium. Natriumu almaq olmaz. Necə almaq olmaz uşaqlar? Natrium oksidi bilirsiniz ki, əsasi oksiddir. Metalın valenti 1 və 2 isə əsasi oksiddir. Hidrogenotermiya üsulu ilə H2O və natrium almaq mümkün nədir? Almaq olmaz. Niyə olmaz? Ona görə ki, kitabda da yazıb, natriumla suyu bir qabda nə etmək olmaz? Saxlama olmaz. Aktiv metallar su ilə necə şəraitdə reaksiya gedir? Adi şəraitdə. Bunu almaq olmaz. Yəni, metal qalmayacaq burada. Almaq olmaz. Metal qalmayacaq. Ona görə metal su ilə adi şəraitdə reaksiya girib qələvi plus nə qazı verir? Hidrogen. Aktiv metalı, bax, qəbula da düşüb. Aktiv metalı su ilə bir qabda nə etmək olmaz? Saxlama olmaz. Şiddətlə reaksiya girib qələvi plus nə qazı çıxır? Hidrogen. Hidrogen 2 dənə, 2 dənə. Burada tək olduğuna görə. Baxın, 2 dənə hidrogen burada, 2 də burada. Burada tək olduğuna görə 2, natrium 2, oksigen 2 dənə, burada 1 dənə, bura 2, hidrogen 4, ikisi burada, ikisi burada. Sol hara bərabərdir? Sağa bərabərdir. Qalan hansı metalı deyir oksidindən hidrogenlə reduksiya etməklə almaq olmaz? Qələvi və qələvi torpaq metalı oksidindən, yəni orada da verib natriumun oksidindən, natrium bir oksid demirlər. Adı nə oldu bunun? Natrium oksidindən hidrogenlə reduksiya etməklə almaq olmaz. Hidrogen natriumu metal oksidi içərisindən sıxışdırıb çıxara bilməz. Çünki su ilə hidrogeni bir qabda nə etmək olmaz? Saxlamaq olmaz. Və yaxud da kalium oksidin hidrogenotermiya üsulu ilə almaq olmaz. Və yaxud da kalsium oksidi aktiv metal oksididir. Aktiv metalların oksidi hidrogenotermiya üsulu ilə almaq olmaz. Hidrogen kalsium oksidin içərisinə kalsiumu nə edə bilməz? Çıxara bilməz. Çünki kalsiumla suyu bir qabda nə etmək olmaz? Saxlamaq olmaz. Qələvi və qələvi torpaq metallar, baxın, qələvi metallar, qələvi metallar X-nə işarə eləsən valenti 1-dir. Su ilə necə şəraitdə reaksiya girir? Adi şəraitdə reaksiya girir. Qələvi metalın hidroksidlərinə nələr deyirlər? Qələvilər və plus nə qazı çıxır? Hidrogen. Hidrogen 2 dənə, 2 dənə, burada 1 dənə, bura 1, 2 yazırıq. X 2 dənə, bura 1, 2 yazırıq. Oksigen 2 dənə, burada 1 dənədir, bura 1, 2. Məsələn, kalium su ilə necə şəraitdə reaksiya girir? Adi şəraitdə. Kalium hidroksid, aktiv metalların hidroksidlərinə nələr deyirlər? Qələvlər. Yeyici kalium qələvisi və ən yüngül qaz hidrogen çıxır. İkisinin də laboratoriyada nə idi? Alınması. Hidrogen 2 dənə, 2 dənə. Burada 1 olduğuna görə bura 1, 2. Kalium 2 dənə, 2 dənə. Oksigen 2 dənə, burada 1 dənə, bura 1, 2. Aktiv metallar su ilə
adi şəraitdə reaksiya girib gələvi plus nə qazı verir? Hidrogen. Gələvi və gələvi torpaq, metallar. Məsələn, burada almaq olmaz deyəndə natriumu yazdıq. Amma sinki məsələn A bəndində sink yazmışdı. Sink oksidin yazanda sink nə deyirlər ona? Sink oksid. Sink sabit valentli metalın adın və oksid kəlməsi. Sinkin valenti 2 olmağına baxmayaraq istisna və müstəsna hal kimi necə oksidlərə aiddir? Amfoter, oksid. Əslində metalın valenti 2 olanda əsas oksid olur, amma sink oksidi amfoter oksiddir. Aktiv olmayan metal oksididir. Onu hidrogenatermiya üsulu ilə H2O və sinki almaq olar. Əvəz olunma reaksiyasıdır. Əmsal verməyə ehtiyac nədir? Yoxdur. Və yaxud da dəmirin oksidləri. Dəmir 3 oksidi də ola bilər, 2 oksid də ola bilər, dəmir yanığı da ola bilər. Hidrogenatermiya üsulu ilə H2O dəmiri almaq olar. Dəmir 3 oksidi, amfoter oksiddir. Dəmir dəyişkən valentli elementdir. Adın, valentin və oksid kəlməsini. Oksigen 3 dənə, burada 1 dənə, bura 3. Hidrogen 6 dənədir, bura 3. Dəmir 2 dənə, 2 dənə. Və yaxud da wolfram aktiv olmayan metaldır. Wolfram 6 oksidi, bu turşu oksiddir. Metalın valenti 4-dən böyükdür. Baxın, wolfram 6 oksid adı belədir. Plus hidrogenatermiya üsulu ilə qızdırdıqda H2O wolfram əmələ gəlir, metal alınır. 3 oksigen burada 1 dənə, bura 3. Hidrogen 6 dənə, 2-yə böləndə 3, wolfram 1 dənə, 1 dənə. Yəni mis 2 oksidi aktiv olmayan metal oksidi. Əsasi oksiddir. Misdən sonra 2 oksid, qara rəngli oksiddir. Aktiv olmayan metal oksididir. Hidrogenatermiya üsulu ilə hidrogen bəzi metalları oksid içərisində reduksiya edib sıxışdırıb çıxarır. H2O bir də mis əmələ gəlir. Əmsal verməyə ehtiyac nədir? Yoxdur. Almaq olmaz natrium. 9-cu suala baxaq. Hansı halda hidrogen bəsit maddə kimi deyil, kimyəvi element kimi göstərilmişdir? Bəsit maddə deyil, necə element kimi göstərilib? Kimyəvi element kimi. Amonyakın tərkibinə daxildir. Bəli. Amonyakın A bəndində. Cavab elə nə bəndidir? A bəndi. Hidrogen amonyakın tərkibinə element kimi daxildir. Nə kimi daxildir? Element. Mürəkkəb maddənin tərkibində azot və hidrogen elementi var. Bizə deyir, hansı halda hidrogen bəsit maddə kimi deyil, element kimi göstərilmişdir. Və cavab belədir. A bəndi. Amonyakın tərkibinə daxildir. Amonyakın tərkibindəki hidrogen element kimidir. Ən yüngül qaz deyəndə orada söhbət bəsit maddədən gedir. Ən yüngül nədir? Orada ən yüngül qaz. Söhbət necə maddədən gedir? Bəsit maddədən. Eyni növ atomdan əmələ gələn maddə hansı maddədir? Bəsit maddə. Element yox, bəsit maddədən söhbət gedir. Ən yüngül qaz ona görə deyirlər ki, emeri neçədir? 2. Ayrı 1-dir. Hidrogenin ayrı neçədir? 1. Sıra nömrəsi 1-dir. Ən yüngül qaz deyəndə H2 yazırıq. H2 və emer H2 nə qədərdir? 1-i vurduq 2-yə 2. Ən yüngül qaz oldu. Oksigenlə reaksiya girir. Bəli, hidrogen bəsit halda oksigenlə reaksiyası var. Yanma reaksiyası. İkisi də bəsit maddədir. Burada hidrogen bəsit haldadır. Oksigen də bəsitdir. Hidrogen oksigenlə reaksiya girir. İlkin qarışıq nə adlanır? Guruldayıcı qaz. 2 həcm hidrogen və 1 həcm oksigendən ibarət olan qarışıq guruldayıcı qazdır. Rəysiz qaz deyəndə yenə bəsit maddədən söhbət gedir. Rəysiz, iysiz, dadsız qazdır. Bəsit maddədən söhbət gedir. Y bəndində 2 həcm hidrogen və 1 həcm oksigenden ibarət olan qarışıq. 2 həcm hidrogen, qarşısında heç nə yoxdursa 1 həcm oksigenden ibarət olan qarışığın adı guruldayıcı qaz əmələ gətirir. Yenə də burada guruldayıcı qazın içərisində hidrogen bəsit maddədir. Eyni növ atomdan əmələ gələn maddə bəsit maddədir. Hansı halda hidrogen bəsit maddə kimi deyil, element kimi verilmişdir? Element kimi hidrogen amonyakın tərkibindədir. Amonyak mürəkkəb maddədir. Mürəkkəb maddənin daxilində elementlər olur. Bəsit maddələr yox, nələr olur? Elementlər olur. Cavab A bəndi. 10-cu sual belədir uşaqlar. 10-cu sualda deyir ki, hansı reaksiyada hidrogen alınmır? A bəndi. Su baryumla reaksiya girir. Bəli, baryum gələvi torpaq, metaldır. Su ilə adi şəraitdə reaksiya girir.
Aktiv metaldır. Aktiv M. Aktiv metallar su ilə adi şəraitdə reaksiya edir. Gələvi, barium, hidroksid. Aktiv metalların hidroksidlərinə nələr deyirlər? Gələvlər və plus nə qazı çıxır? Hidrogen. Bu yolla həm gələvi, həm də hidrogen ikisinin də harda alınmasıdır? Laboratoriyada alınması. Oksigen mötərizənin içərisində 2 dənədir. Burada 1 dənədir. Bura bir 2 yazırıq. Hidrogen 4 dənə, ikisi burada, ikisi burada. Barium 1 dənə, burada da 1 dənə. Mötərizənin kənarındakı 2, mötərizənin içərisində oksigenlə hidrogen aid edir. Oksigen 2 də olduğuna görə birinci bura 2 yazdı. Hidrogen 4 dənədir. İkisi burada, ikisi burada. Keçirik B bəndinə. B bəndində hidrogen alınmır. Flor halogenlərə aiddir. Flor su ilə adi şəraitdə reaksiya girir. Əzbərdən yadınıza saxlayın. Florid turşusu verir və plus oksigen qazı əmələ gəlir. Burada hidrogen alınmır. Florid turşusu oksigen. Oksigen 2 dənə, burada 1 dənə, bura bir 2 yazırıq. Hidrogen 4 dənədir, bura bir 4. Flor 2, bura bir 2. Flor su ilə adi şəraitdə reaksiya girir. Florid və oksigen ayrılır. C bəndində alınmır B. Natrium hidrid, aktiv metalların hidridləri su ilə reaksiya daxil olur. Suyu HOH kimi yazsam natrium OH çıxır, gələvi, plus ən yüngül qaz hidrogen qazı. Gələvi və hidrogen laboratoriyada alınmasıdır. Aktiv metal hidridləri, aktiv metalların hidridi su ilə necə şəraitdə reaksiya edir? Adi şəraitdə gələvi əmələ gəlir, plus hidrogen. 3 də hidrogen burada, 2, burada da 1, 3. Oksigen 1 dənə, 1 dənə, natrium 1 dənə, 1 dənə. Sol hara bərabərdir? Sağa bərabərdir. Y bəndi, D bəndində nə yazıb uşaqlar? D bəndində su, kaliumla reaksiyası. Kalium aktiv metaldır. Gələvi və gələvi torpaq metallar su ilə adi şəraitdə reaksiya edir. Gələvi əmələ gəlir. Kaliumla OH birləşir. Kalium hidroksid. Aktiv metalların hidroksidləri suda həll olan əsaslara nələrdirlər? Gələvlər və plus hidrogen əmələ gəlir. Gələvi plus hidrogen qazı. Bir də təkrar edirəm. Aktiv metal su ilə, yəni kalium, baxın su ilə necə şəraitdə reaksiya edir? Adi şəraitdə. Kaliumla OH birləşir. Kalium hidroksid. Aktiv metalların hidroksidi suda həll olan əsasları həll olmayan əsaslardan fərqləndirmək üçün gələvlər adı veriblər. Plus ən yüngül qaz hidrogen qazı. Suda həll olan əsası. Gələvi və hidrogen ikisinin də laboratoriyada alınmasıdır. Hidrogen 2 dənə, burada da 2 dənə. Burada 1 dənə olduğuna görə bura bir neçə yazırıq? 2. Baxın 2 dənə burada, 2 dənə burada. Burada 1 olduğuna görə bura 2. Kalium 2 dənə, bura bir 2 yazırıq. Oksigen 2 dənə, burada da 2. Sol hara bərabərdir? Sağa bərabərdir. Hidrogen 4 dənə, baxın ikisi burada, ikisi də burada 4 dənə. Və sonuncu Y bəndi dəmir, az aktiv metallar. Dəmir su ilə reaksiya edir yüksək temperaturda. Bəzi az aktiv metallardan dəmir, maqnezium, sink, bir də xrom. 4 dənə az aktiv metal su ilə necə temperaturda reaksiya edə bilər? Yüksək temperaturda reaksiya edib metal oksidi çıxır və plus nə qazı verəcək? Hidrogen qazı. Dəmir su ilə reaksiya edir yüksək temperaturda dəmir yanığı verir. Ferium 3O4, dəmir yanığı qarışıq və ya neçə qat oksiddir? 2 qat oksid və plus ən yüngül qaz hidrogen qazı. Dəmir yanığının adı nədir? Dəmir 2,3 oksidi. Yəni orada həm 2 valentli dəmir var. Dəmir 2 oksid vurma dəmir 3 oksid. Bunları bir-birinə vuranda uşaqlar yığırıq. 2-lər getdi. Dəmir 1 mol atom, 2 də burada 3 mol atom. Oksigen 1 mol atom burada, 3 də burada 4 dənə. Dəmir yanığı qarışıq və ya neçə qat oksiddir? 2 qat oksid. Adı nədir? Dəmir 2 vergül 3 2,3 oksid. Qarışıq və ya neçə qat oksiddir? 2 qat oksiddir. Bu qarışıq və ya neçə qat oksiddir? 2 qat oksid. Dəmir yanığı, maqnitli dəmir daşı. İndi bunu reaksiyanla əmsallaşdıranda oksigen 4 dənə, bura bir 4. Hidrogen 8 zədir, bura bir 4. Dəmir 3 dənə, 3 dənə. Hansında hidrogen alınmır? B bəndi. Florun su ilə reaksiyasında. 10-cu sualın cavabı B bəndi.